Anadan gəlmə inkişaf qüsurlarının ən aktual mövzularından biri olan anal atreziyalar, yəni anorektal malformasiyalar. Anorektal malformasiyalar düz bağırsağın inkişaf etməməsi və yaxud da yerində olmamasını göstərir. Qızlarda və oğlanlarda bu fərqli türdə olur. Düz bağırsaq tamamilə dəriyə açılmaya bilər və yaxud da aralıq bölgəsinə, sidik kanalına, qızlarda isə uşaqlıq yoluna, aralıq bölgəsinə və digər fərqli yerlərə açıla bilər. Bunların dəyərləndirilməsi, sinifləndirilməsi tipinə görə ayrılır. Çünki nə qədər müsbət, nə qədər aşağıda yerləşən bir malformasiyadırsa, o zaman onun əməliyyatından sonraki vəziyyət də daha müsbət. Yəni bu uşaqlara əsas istədiyimiz əməliyyatdan sonra bu uşaqların nəcisini normal saxlamasıdır. Lakin daha yuxarı, daha ağır tiplərdə təəssüf ki, bunu yerinə qoymaq mümkün deyil. Bu malformasiyalar hamiləlik dövründə ultrasonla əsasən 80-70% diaqnozu qoyula bilən bir malformasiyadır. Bu tip malformasiyalarla qarşılaşdırıldığında iki şey nəzərə alınmalıdır. Bu təcil əməliyyat olmalıdırmı, yoxsa yox? Əgər xaricdən baxıldığında heç bir anal dərilik görülmürsə və yaxud da sidik yolundan nəcis gəlirsə, mütləq şəkildə təcili müdaxilə edilməlidir. Ancaq xaricdən görülən bir anal dərilik bənzəri və ya bir fistul yolu görülürsə, o zaman təlaş edəcək, təcili olaraq müdaxilə edəcək bir durum görünmür. Valideynlər diqqətli olsunlar, belə bir şeylə qarşılaşdırıldığında mütləq şəkildə mütəxəssis bir həkimə müraciət etsinlər.